Demək olar ki, ömrümün 50 ilin kənd təsərrüfatına sərf eləmişəm. Özüm də kənd təsərrüfatı işçisiyəm. Hər ildə işlədiyim dövrdə çiğ dəkmişik, pambıq da bezərmişik. Bu ildə 8 hektar sahədə çiğ dəkmişik. Müəyyən agrotexniki qaydaları həyata keçirməyə çalışmışıq və ona nail olmuşuq. Gördüyünüz kimi sahəmizdə, bezərilən sahədə bol məhsul görükür, bol məhsul var. Mən elə hesab edirəm ki, hər hektardan 50 senlərdən aşağı yox, yuxarı məhsul gözlənilir. Söhbət ondan gedir ki, mən 50 sentner deyəndə sahədə olan pamuk kolların üstündə olan qocaların sayı bu mənə imkan verir ki, deyəm ki, 50 sentnerdən yuxarı məhsul var. Pamuğun qiyməti böyle həminki qiymətdir, amma pamuğu bezərmək üçün həyata keçirilən proseslərin demək olar ki, şumdan, istəyir torpağın şumlanması, istəyir malalanması, istəyir çiğdin əkilməsi sirkə ilə, istəyir kultivasiyanın verilməsi, istəyir gübrələrin alınması, ziyanverici və xəstəliyə qarşı aparılan dərmanların, preparatların qiymətinin hamısı qiyməti qalxıb. O cümlədən pamuk yığımında qiyməti qalxıb. Keçən ilə qədər 150 manat idi, indi deyirlər 157 manatdır. Əvvəllər olub 100 manat, 120 manat, 130 manat belə silsilə qalxıb. Demək olar ki, bunlar pamuğun o bütün dediklərimizin qiyməti qalxandan sonra, qalxan dövrdə pamuk məhsulunun qiyməti qalxmayıb. Elə yerindədir. Ancaq mən bir təsərrüfatçı kimi öz fikrimi bildirmək istəyirəm ki, pamuğun dünya bazarlarında qiyməti qalxmırsa, dövlət hesabına subsidiyanı qalxızmaq olar. İndi hal-hazırda bu görülən işlər ki var, istəyir alağın elənməsi, dərmanların alınması, şumun olunması, filan. Məsələn, deyək 8 hektara mənim 12 min manat xərcim çıxıb. Bu mənada subsidiya artırmalıdır. Heç olmasa hər kiloqramın, pamuğun hər kiloqramın qiyməti həm qiyməti ilə subsidiya ilə bir də 1 manat 50 qəpik olmalıdır ki, istehsalçılar da həvəsdən düşməsin. Pamuğun əkilməsin, həyata keçirsin. Əvvəllər neçə hektar əkirdin? Bu il qiymətlərin qalxmasına görə neçə hektar əkmişsən? Mən çox əkmişəm. 100 hektar da əkmişəm, 50 hektar da əkmişəm, 30 hektar da əkmişəm. 14 hektar da əkmişəm, bu il 8 hektar əkmişəm. Ola bilsin ki, gələn il mən pamuk sahəsini artıram, əkinlə artıram. O üçün də müəyyən işlər görülməlidir, fermerləri ruhlandırılmalıdır. Misal üçün, ulu öndərimiz hakimiyyətə gələndən sonra bu pamuğun, ümumiyyətlə nəinki pamuğun, bütün kənd təsərrüfatı sahələrinin inkişafına böyük qiymət verirdi. Heyvandarlığa, tütüncülüyə, ipəkçiliyə, taxılçılığa, o cümlədən pamuqçılığa da böyük. Və onun da böyük xeyri oldu cəmaatın. Gündəlik hər ailədən 1 nəfər, 2 nəfər gəlib alağın eləyirdisə, gündəlik hər evə 30-40 manat. Bu da ailənin normal demək ki, dolanışına müsbət təsir edirdi. Bu indiyəcən də davam edir. Cəmaat istəyir pamuqçılıqda, istəyir digər sahələrdə də bu işlər gedir. Ancaq pamuqçılıq hələlik yerində qalıb. Qiyməti yerində qalıb. Deyək ki, bunu elə şəraitdə yaratmışam ki, bunun yerlərin başında maşın yığır köndələnlə uzanamazsın. Amma qabaqlar bunu dönməz olar ki var maşının, o əllə yığdırardıq. Bugün sərf eləmir.